ne dert. Sen görseler bir şey yapar. Ama bir ağızdan için olmaz mı? Çekiliş var ya sen ya da düşünme. Şirvanov Şirvan Ağaoğlu. Mən təzə başlamışam, şərkim var da, dayı oğlunu əkmişəm. Bu illəri mart ayından əkmişik biz bunu. Toxumçuluq deyəndə kəndin özündən almışıq toxumları. Özümüz becərmişik işçilimizi də əkmişik. Bu yıl biraz havalar zətlər pis oldu deyə biraz gecikmələr oldu. Amma yenə də məhsuldarlıq pis deyil. Yəni qane eləyir, yaxşıdır. İndi hal-hazırda 60 qəpikdən satırıq biz bunu. Əvvəl qiymətlər yaxşı idi, biraz da baha idi lap. İndi bizdə biraz gecikib. Amma geciksə də məhsul var. Bizdə biraz gec dəydi, tağlar göy oldu deyə belə. Yaxşıdır, pis deyil, normal. Biz bunları kənddə furalara vururlar. İndi hər aparacaqlarını deyəsən Rusiyaya vururlar. Yəni bizdə buradan kənddən yığırlar furalara. Belə satırıq yəni biz. Bəs bu nə qədər xərci çıxır bu 1 hektar ərazisi? 1 hektarın orta hesabla 5-6 min xərci var. Yəni belə zəhmətli. Biz özümüz işləmişik də, biz fəhləsiz işləyirik. Yəni özümüz işlədiyimizə görə. Amma belə fəhlə ilə zadla işləsin çox olur rasxodu. Biz özümüz işlədiyimizə görə biz ancaq elə bir ki, teleklonkuya, bir də gübrəyə, mürəyə pul veririk. Sonra toxumun almağına pul veririk də, yəni belə. Yəni özümüz işçi qüvvəsi ancaq özümüz olmuşuq. Özümüz işlədiyimizə görə biraz xərci yüngül olub. Amma belə fəhlə ilə zadla işləyəndə çox çıxır. Biz zəhər vururuq ona qarşı. Tağlarda biraz zəifləmələr var idi. Görürdük ortasından zadından belə qara ləkələr düşürdü, yanmaya doğru gedirdi. Ona görə də biz zəhərlər vururuq. Bir 3 dəfə, 4 dəfə zəhər vurmuşuq bunu dalbadal dayanmadan ki, öldürməsin təmiz tağı. Xeyri oldu onların da. Yəni tağlar təmiz ölmədi. Yəni yetişdirə bildi də qarpızı belə deyək. Postan gelip görmüşler. Gelip bakmışlar. Sen oradan tələb edin. Sen zamandan altın çalabilirsin. Sen görseler bir şey yapar. Quliyev Salim Paşaoğlu Qəzil kəndi. Keçən ildən fərqi odur ki, gecikmələr oldu da, bu ilə bir 15 gün gecikməsi oldu. Yenə də məhsulları pis deyir, Allaha şükür. Birinci tökümlər hamısı getdi, indi sonradan düşənlər də yaxşıdır. Razı yox. Hansı sortadan növlərdir? Grantis sortudur. Razı yox sortdan da yaxşı töküş verir. Ne dert. Gel, hayır usta.
Əvvəla hamını salamlayıram. Mən Ömər Mikayıloğlu, Zaqatala rayonu Sulagil kəndindən. Bir ildir beynəlxalq yük daşıma ilə məşğuluq. Yəni beynəlxalq yollardayıq. Bu il, həmən illərdə kimi bu ildə qarpız sezonu başlayıbdır. Biz yükümüzü daşımağa başlamışıq. Allahın köməyi ilə qarpız yığmışıq Sabirabaddan. Allah qoysa Rusiyanın şəhərlərinə çatdırma ilə məşğuluq, daşıma ilə məşğuluq. Yəni inşallah bugünkü reysimiz də Rusiyanın Yaroslav şəhərinə olacaq Allahın köməyi ilə. Yəni Allah hamıya xeyir versin, bütün sahibkarlara, bütün sürücülərə gözəl yollar, uğurlu yollar. Allah hamının canını sağ eləsin. Bir çel daton. Gəl hə. Biraz bir yana dur, mən də tutum ora. Bir çel daton. Bizim nömrəmizdə yazılır, olsa bir dəfə. Sual verəcək. O verdi, sağ ol. O verdi, sonra sən daha ver. Zabını yola gəlsin. Şişqabıdır. 10 var əmi o. Valla o kamerayı bir dənə qaldırıb ata. Ay maşallah. Ne dedin sen? Şerif şanslısın. Cinsin dolar. Bir dənə